Soliton mağazalar şəbəkəsinin baş sponsorluğu ilə İmtina serialının 22. bölümü başladı. Ne çok fikirleştin ay Zeynep. Sen ne demek isterdin ki? Elə bil əziyyət çəkirsən. Elə bil yox, Həmid kişi. Əziyyət çəkirəm. Həqiqətən əziyyət çəkirəm. Dilimə bir söz gəlir, amma deməyə ehtiyat edirəm. Xahiş edirəm, narahat olma, de. Özü də dilimə necə gəlir, elə də deyil. Humay, Həmid kişi, bizim ikimizin də qızımızdır. Bunu çox düz dedin. Ona görə də xahiş edirəm, mən düz başa düş. Elə şeylər var ki, onu deməsən olmaz. Elza yaxşı adam deyil, Həmid kişi. O az qala Humayın qanına susuyur. Humay da bilmirəm, bunları ya başa düşmür, ya da başa düşür üstündən keçir. Elsa neyniyib ki? Bilirsən Elza məni hansı şərt qarşılığında işə götürmüşdü? Qabağıma şərt qoymuşdu ki, sən bütün gün Humayı güdməlisən və mənə xəbər verməlisən. Hə, bu qız hara gedir, hardan gəlir, kimlə danışır, nə edir, hamısını Elzaya xəbər verməliydim. Demişəm Humaya, özü bilir. Hə? Bəli, Elzanın dediklərini elədim, yəni qoyduğu şərtə əməl elədim. Bütün günü Humayı güdürdüm. Bir gün də eşitdim ki, Humay Laçın adlı bir nəfərlə görüşə getməlidir. Güddüm, yerinə qədər, vaxtına qədər dəqiq öyrəndim, Elzaya xəbər verdim. Bu nə vaxt olmuşdu ki? Humay maşın vuranda. Laçın mənim qardaşım oğludur, Humayla əmi uşağıdırlar. Bəli, mən bunu sonra bildim. Nəyə görəsə qardaşını da gizlədirmiş. Elzanın da xəbəri yox idi. Bir dəqiqə dayan. Bax, sən dedin ki, evə gələndə artıq bilirdin ki, Humay sənin qızındır. Bəli. Bəs bilə-bilə niyə xəbər verdin? Həmid kişi. Bax, dünən deyə bilmədiyim söhbət bu söhbət idi. Kəndə gedəndə, daha dəqiq desək sizin kənddəki evinizə gedəndə, həyətdə Firuzə ilə rastlaşdım. Mən onda onu tanımırdım. Onun adını da, sənin qardaşının yoldaşı olduğunu da, Sənangilə gələndə bildim. Kimin həyətində rastlaşdınız? Bəs demirəm, sizin evinizə getmişdim, sizin həyətdə gördüm. Yox, biz qardaşımla qonşuyuq. Həyətimizi bircə çəpər ayırır. Ona görə soruşuram, bizim həyətimizdə idi, yoxsa öz həyətlərində? Yox, yox, sizin həyətinizdə. O bizim həyətimizə niyə keçibmiş ki? Bilmirəm. Aşağıda tikili var, O həyətin aşağısında kərpiç tikili. Bax, oradan çıxıb gəlirdi. Amma day orada neynirdi, onu bilmirəm. Yaxınlaşan kimi mənə üstümə çəmkirdi. Dedi, sən kimsən? Kim axtarırsan? Hə. Mən də ev sahibini soruşdum. Heç kimin adını bilmirəm axı. Məcbur oldum, yalandan dedim ki, bəs ev sahibi qadına paltar satmışam. Almazın rəhmətə getdiyindən xəbərim yox idi axı. Elə söz ağzımdan çıxmışdı ki, Firuzənin üzü döndü. Mən elə söz dedi ki, quruyub qaldım. Nə dedi ki?
Həmid kişi, bax indi xahiş edirəm səndən biraz sakit ol, təmkinli davran. Çünki bu söz dava salan sözdür. Düzdür, mən onu o fikirlə demirəm ki, dava düşsün. Amma deməsəm də olmaz. Nə dedi axı? İndi deyəcəm. Eşidəndə özün də başa düşəcəksən ki, mən nəyə görə Elzanın qoyduğu şərtə əməl edib xəbərçilik eləmişəm. Firuzə mənə dedi ki, bəs o paltar satdığın arvad bir il bundan qabaq rəhmətə gedib. Ondan sonra qızları pis yola düşdü. Sonra da atası vurdu, qızını öldürdü. Kişini tutub bastılar dama. Həm kişi, insanıq da, lənət şeytana. Birdən elə fikirləşərsən ki, mən yalan deyirəm. Yəni, mən bunu Firuzənin özünə də deyərəm. Bax, indi bir söz deyəcəm, qorxma. Mən bunu evlərinə gedib Firuzənin üzünə də demişəm. Firuzə gilə. Bəli, Umaydan ünvanlarını öyrəndim, getdim. Mən gedəndə evdə heç kim yox idi, tək idi. Sən deyəndə o nə cavab verdi? Heç nə, dandı. Dedim, mən nə səni görmüşəm, nə də tanıyıram. Çaydan bir qurtum için Həmid kişi. Sakitləş. Əlim ayağım istəyir. Özünə bax, sakit ol. Hələ söhbət bundan bitmir. Sən bu sözü məndən eşidəndə əlin ayağın əsir. İndi təsəvvür edə bilirsən, mən eşidəndə nə vəziyyətə qaldım. Adam qıpqırmızı üzümə dayanır ki, mən səni tanımıram. Bəs sən nə dedin? Demədim. Beynim elə yerindən oynadı ki, götürdüm bıçağı, şığıdım üstünə. Elə yaxasından yapışmışdım ki, ürəyi getdi. Əlimi çəkən kimi yerə sərildi. Mən də elə orada qoydum, çıxdım. O vaxtdan sonra da onlardan heç bir səs soraq yoxdur. Bu günə qədər də Firuzəni bir dəfə də olsun görməmişəm. Umaya demisən? Yox, deyərəmmi? Nəinki Umay heç kimə deməmişəm. Birinci adam sənsən.
Salam xanım. Salam. Şəmsi mənimlə görmək lazımdır. Necə görə bilərəm? Şəmsi müəllim, istəyirsiniz siz əyləşin, mən indi zəng eləyərəm, gələr. Yaxşı, sağ ol. Çok sağ ol. Salam qardaş. Aleykümselam. Bilirəm, gəlişim gözlənilməzdir. Əvvəlcədən deyim ki, 2 dənə şey üçün gəlmişəm. Bir təşəkkür edirəm ki, mənə şikayət eləmədi. Bir də üzr istəməyə gəlmişəm. Mən bağışla. Şəmsi, çox yersiz və düşünülməmiş addım attım. Üzr istəyirəm. Ələş də, ələş. Laçın göndərib səni. Yox, Vidadin Zoyunkindən Laçının Eldənin xəbəri yoxdur. Vidadi sənin adındır. Ha. Onda səni xəlvət yazışan Firuzə xanım göndərmiş olar. Xəlvət yazışma nədir? Vidadi, sən mənim üstümə niyə hücum çəkdin? Yəni, kim sənə nə dedi? Qardaş, məni Eldar qızışdırdı. Dedi ki, güya səhər axşam anasına zəng eləyirsən, mesaj yazırsan, narahat edirsən. Sənin neçə yaşın var Vidadi? 45. 45 yaşlı adam kiminsə sözünə görə gedib dava edir. Yaşına başına yaraşır, ay Vidadi. Qardaş, elə ona görə gəlmişəm də üzr istəyim. Sən canım bağışla məni. Allah bağışlasın. O xəlvət yazışma nə söhbətdir? Sən canım onu denən. Bu dəfə gedib Eldarın payını verəcəm. Ha, Eldar kimdə ki? O evdə problem Firuzə ilə Adəmdir. Adəm də o dədəsinin adıdır da, bilmirəm onları nə qədər tanıyırsan. Əvvəllər kasıb idilər. İndi hardansa əllərinə 5 manat pul keçib, yollarını azıb. Adəm müəllim, salam əleyküm. Vidadidir danışan. Bu dəqiqə uşaqlarla bir yerdəyik. Sizin söhbət eləyirik. O işin qiyməti 5 dənədir. Vidadi, 5 dənə, yəni 5000 də düz başa düşdüm. 5 min yox, ağsaqqal. 5 büküm, yəni 50. Alo, Bəli, cavab gəlmədi. Nə deyim uşaqlara? Cavab gözləyirlər. Vidadi, elə bil 50.000 çox oldu axı. 5 dənəyə çox deyən oğlan gəlib elə söhbət eləməz. Dolamısan məni. Camaatı yığmışam ki, iş var. Vidadi, Artıq söhbət lazım deyil. Ağzaqanat öldürmür ya burada. Fikirləş, dəqiq cavabını de mənə. Kimlə danışırdın? həmin adamla. Vidadi nə? Hə, Nə deyirdi? az 50.000 istəyir. Dedim, çoxdur, o dəqiqə danışıq tonu dəyişdi. Nə dedi ki? Elə bil
Hədə qorxu gəldi mənə. Elə hiss elədim. Nə dedi axı? Az deyir, o işə baxan adamları yığıb, oturub danışıblar, belə qərara gəliblər ki, bəs 50 min. Az canıma bəl-bələ düşdü. Çağırıb adamları danışıblar, məni də tanıyır. Qorxuram geri çəkilərəm, başqa problem yaradarlar. Adəm, Hə, bəlkə verək. O arvad çox təhlükəli adamdır. Eldarın canı üçün Zeynəbi bura pulun yiyəsi göndərib. Gəl bula susamayaq. Rədd eləyək getsin, bizim də canımız dincəlsin. Ged oradan 5 büküm gətir. Yaxşı. Vidadi, hara gəlim, hardasan? Hə, Humay. Mane olmuram. Yox. Axşam tələsik getdin, yaddan çıxdı. Könülgilin hədiyyəsini vermədik. Doğrudan heç yadımıza düşmədi. Bir dəqiqə dayan. Qoydum oturacağın üstünə. Axşam işdən sonra aparıb verərəm. Narahat olma. Hə, geciksə dadı qaçacaq. İmkan elə apar onu bugün ver. Yox. Oldu. Salam Nasım müəllim. Salam əyləsin. Axşam Eldar müəllim gəldi, tapdı sizi. Nə ellər? Siz getdikdən sonra gəlmişdi, sizi soruşdu. Mən də dedim ki, Şəms müəllim dəvət edib restorana getmişsiniz. Yox, gəlmədi. Eşidən kimi sağollaşdı çıxdı. Dedim yəqin ki, ora gedib. Başqa soruşan olmayıb məndə. Başqa birisi kim gəlmişdi? Eldar müəllimin yanında bir oğlan gəlmişdi. Şəklinizi də çəkdim burada. Vidadi, Adım bilmirəm. nə vaxt gəlmişdi? Səhər mağazanı təzəcə açmışdım. O nə istəyirdi? Şəmsin müəllim nömrəsini. Verdin? Yox müəllim, məndə yoxdur axı nömrəsi. Demədin, niyə axtarır Şəmsini? Yox, soruşmadım, amma Şəmsin müəllim işlədiyi restoran dedim. Əhlət şeytana. Müəllim, səhv eləmişəm, nəsə problem var. Yox, qardaş, sənin bir şey yoxdur. Hə, Laçın. Şəms hardasan? İşdəyəm, nə olub ki? Sənin yanına gəlib eləyən olmayıb? Gəlmişdi. Bilirsən kim? O, məni vuran oğlan var deyə. Sən şəklini də göndərmişdin. Nə dedi, nəyə gəlmişdi? Üzrxahlığa. Hə? Üzrxahlıq elədi, üzr istədi, peşman olmuşdu. O nə əcəb? Mərifətli oğlan imiş. Bilmirəm, bəlkə də Eldar təzdən nəsə deyib, ya Firuzə xala nəsə deyib. Nəyə o, inanmıram. Amma yenə də şükür ki, salamatçılıqdır. Sən kimlə öyrəndin? Bura gəlib, iş mənim mağazamdan işçidən soruşub. Şəmsi, gələn var, xudafizdə çək. Oldu qədər, oldu. Hələlik. Bugün gedəsi yerin yoxdur. Yenə nə tərs-tərs baxırsan? Maşın lazımdır, maşın götürmək istəyirəm. Gəl atı görüm mən. Hə. Afiyə sən demişdin, Könüllə restorana getməyimizi.
Deməməliyəm. Bilməsinlər qızları hardadır. Qızları qardaşının yanında. Harda olmalıdır ki? Onda niyə narahat olursan ki? Demişəm də. Eldar, qardaşıq. Kəssək kəsilməz, atsaq atılmaz. Gəl itlə pişik kimi dolanmayaq. Səncə ata ilə ana düz eləyir? Nəyi? Şəmsi ilə könül məsələsini. Səncə Şəmsi yaxşı oğlandır? Ay, mən Şəmsin ətəyində namaz qılmaq istəmirəm. Mən bacımıza görə narahatam. Könülü fikirləşirəm. Şəmsin də səhv ola bilər. Görsən, mən ideal adamlarım. Sən, mən Şəmsi kimi simizik. Ay, simizdir, xəsisdir, pulu yığır. Ondan bizə nə? Ayacılaq pulu kimə görə yığır? Sabah pulu ailəsinə görə xərcləyəcək də. Elə deyil. Elədir. Qulaq az, misal çəkirəm. Bax, ata. Buradanam başını yardı saldı xəstəxanaya. Nə dedin? Sən nəsə dedin? Amma Şəmsi könülə bir dəfə də olsun sırtıma vurmuyor. Əgər Şəmsi pis olsaydı könülə qarşı, könül bir ona təzdən meylənməzdi. Bir də 2 saat bir söz deyim. O vaxt ana könülü geri qaytaranda könül uşaq idi, qanmırdı. Allaha and olsun deyirəm. Könülün indiki ağlı olardı. Anaya deyər ki, sən get, mən qalıram evimdə. Düzmü deyirəm? Bax görürsən, cavab verə bilmirsən. Deməli düz deyirəm. Bir sual da mən verim. Buyur, ver. Səncə ata yaxşı adamdır, yoxsa Həmdəmi? Düzün deyim. Bəli, əlbəttə. Özümüzlükdə səmimi söhbət edirik, düzünü deyim. Aha. Həmid əmi atıya baxanda 5 dəfə təmkinli, özünə hörmət edən adamdır. Oturuşunu, duruşunu bilən, sözünün əvvəlini, axırını bilən. Ata səhv danışsa belə, ata ondan böyükü də yüzünə qayıtmır. Ay sən. Deməli mən də Həmdəmi kimiyəm. Məndən böyüksən deyə cavab qaytarmıram. Vurursan, hovuza atırsan, ağzına gələni deyirsən, amma mən üstünə qayıtmıram. Deməli, mən də səndən təmkinliyəm. Özünə hörmət qoyan oğlanım. Afərin. İndi açarı ver, mən getməliyəm. Maşın lazım idi, mağazaya gəlmişəm. Oturanda maşının içində gördüm. Daha nə sözün var, özün deyərsən. Maşın lazım idi. Mağazaya gəlmişəm. Oturanda maşının içində gördüm. Daha nə sözün var, özün deyərsən.
deyirəm. Mən deməkdən yoruldum. Daha öz səsi öz başıma düşür. Atan gəlsin, bu dəfə ona deyəcəm. Qoy nə davası var, Adəm özü çəksin. Sən de də. Alo. Zəhrimar, hardasansa qayıt geri. Şəkli gətir bura. Gecikdi qaqaş. Ana dedi qırdım tulladım. Eldar, Ha. sən Həmid əmin kəsib atdığı dırnağı da deyilsən. Bir də təkrar edirəm. Lənət şeytana, birdən elə fikirləşərsən ki, mən yalan danışıram. Nə vaxt, nə addım atmaq istəsən bu məsələ ilə bağlı. Mən sənin yanındayım. Zeynəb, dünən dedim, beynim elə yüklənib ki, fikir üstünə çıxır. İndi baxıram, dünənki söhbət bugünkünün yanında toya getməlidir. Bir sözlə deyim Həmid kişi. Bəli. Qardaşın Gilin ailəsinin nəsə böyük suçu var. O hadisədən sonra o ailədən qəti səs çıxmadı. Mən gəldim Humaya dedim ki, mən getdim qapının zəngin bastım, açan olmadı. Humaya əvvəl Firuziyə, sonra da qızına zəng elədi. Firuzə telefonu açmadı. Əmisi qız da telefonu götürdü, dedi anama zəng eləyirik, götürmür, narahat olmuşuq, gedirik evə. Sonra Huma yenə maraqlandı. Amma onlar heç nə demədilər. Ona görə deyirəm ki, nəsə o ailənin böyük suçu var. Belə baxanda Sənanın evinin qulluqçusu qardaşının evinə basqın eləyir. Əgər onların günahları yoxdursa, niyə səslərini çıxartmırlar? Ən azından Humaya deyə bilərdilər. Və heç olmasa gilə eləmərdilər. Düz fikirləşmirəm. Zeynəb, indi elə vəziyyətdəyəm ki, ağlım işləmir. Sən mənə biraz vaxt ver, ağlım üstümə gəlsin, hər tərəfli götür-qoy eləyim, soyuq başdan qərar verim, hansı addım atsam yaxşı olar. Amma mən bu sözü Firuziyə bağışlamaram. Bu qələti heç kim bağışlamaz. Geç. Əyləş. $50 mindir.
Neçə yaşı var? Orta yaşında bir qadındır, təxminən 45-50 dəqiq bilmirəm. Şəkili telefonu var. Yox. Nə şəkil var, nə telefonu. Adı nədir? Zeynəb. Bəs necə görüm onu? Harda görə bilərəm o Zeynəbi? Ünvanını bilirəm, evini göstərə bilərəm. Əslində öz evi deyil, işlədiyi evdir. Nə işləyir ki evdə? Qulluqçu. Sifariş elədiyin adam qulluqçudur. Açı, o adla girib həmin evə göndərilmə adamdır. Başa düşdüm. İşi kim görəcəksə, gedək göstərib. Görən kimi yadında qalacaq, belə bəstə boy qadındır. Yox, olmaz. Keçən dəfə dedim axı, səni heç kim tanımamalı. Mənim özümə göstər, mən həll edəcəm. Ya, doğrudan. Biraz çok fikirləşdin Vidadi. Problem olmaz. Yox, problem ola bilməz. Fikirləşirəm, nə vaxt görüşək, gedək göstərəsən evi. Ay kişi, nə vaxt desəm, mən hazır onsuz da boş bekar adamam. Onda belə eləyək Adəm kişi. Əmanət aparın verim uşaqlara, hazırlığa başlasınlar. Sənə də zəng vurub xəbər eləyəcəm, münasib vaxtda görüşüb gedərik. Vidadi, canım gözüm. Bircə istəyim odur ki, məsələni uzatmayaq. Nə qədər tez eləsək, o qədər yaxşıdır. Çaydan sürətdən nəsə deyim? Ha, yo. Allah razı olsun, heç nə lazım deyil. Onda qalxaq. Dayı deyirsən tələsikdir. Sən çıxarılaş biraz. Mən sonra gələcəm. Bizi bir yerdə görməsinlər. Buralar tünlükdür, adam çoxdur. Haycan Vidadi, Evlər görüşməliyik, nətər eləyək? hara lazımdır gəlim də. Elə indi boşam. Yox, indi olmaz. Hardasa 1 saatdan sonra. Hə, olsun, hara gəlim? Bilirsən, hara gəl? Şəmsini vurduğum yer var idi. Hə, Orada olacağım, ora gələrsən. mənim gözlərim üstə.
Oo. Salam əleykum, salam əleykum. Əleykə salam, Şəmsi müəllim. Səndən nə əcəl? Belə qohumsan da, işdən çıxandan sonra bir dəfə də olsun məni evə çağırmadın. Özü də bilirsən, subay oğlanam. Əvvəla bacın qızı bizdədir. Könlündən keçirsə, könlü də sal yanına gəl. Bu bir. İkincisi də əvvəllər səni qapıdan qovurduq, bacadan gelirdin. İndi Həmid bizə gələndən özün ayağını kəsmirsən bizdən. Ona mən neyniyim? Salam Şəmsi müəllim. Xoş gəlmisiniz. Həmişə siz gələsiniz. Salam Torul, salam. Çox sağ ol, təşəkkür edirəm. Var ol. Görsən, səndən savayı burada mənə hamı çox istəyir. İynələnməsən olmur da, hə? Yaxşı. Nə əcəb buralardasan? Sənan müəllim çağırıb. Xeyirdirmi? Bilmirəm, vallahi. Bir sən də onsuz da deyən deyirsən. Otağındadır, gedə bilərsin. Bilirəm, bayaq danışmışam. Zeynəb, yanında kimsə var? Şəmsini gördüm, ağlıma bir şey gəldi. Düşəndə sən Humaydan soruş ki, Həmidlə Şəmsi küsülü deyil ki. Yox, heç nə olmayıb. İndi ağlıma gəldi ki, Həmid gələndən Şəmsi bizə ayaq basmır. Sən də Həmidi az tərifləyi, Adəmin qardaşıdır da. Onların tayfasından mən baş açmıram. Nəyə gülürsünüz müəllim? Özümə gülürəm. Niyə? Hələ heç kimlə belə söhbət eləməmişəm. Həyatımda ilk dəfədir ki, belə mövzu haqqında danışıram. Deyim niyə? Əgər ikinci dəfə ailə qurmağımın səbəbkarı sən olmasaydın, yəqin ki, bu söhbət eləməzdim. Hə, indi başa düşdüm. Ön cəbhədə vəziyyət necədir? Belə də müəllim, atəşkəsdir. Onda bir sual verim. Buyurun. Əgər məsləhət bilmirsənsə, cavab vermə. Aranızda nə problem olub? Qızla niyə ayrıldınız? Bilirsiniz Sənan müəllim, ümumiyyətlə mənim könülllə heç bir problemim olmayıb. Bütün problemlər onun valideynlərindən olub. Elə də hiss elədim. Dünən onlar çıxıb gedənə qədər qızı müşahidə elədim. Bircə dəfə səsini eşitdim. O da qardaşından soruşdu ki, anama nə olub? Hə, sakit qızıdır. İş elə gətirdi ki, mən o ailənin bütün üzvlərini tanıdım. Adəm heç onun ipinin üstünə odun yığmalı deyil. Balacaları çox cüvəllağı uşaqdır. Laçın da diribaş oğlandı. Qalır bir anaları, Humaydan hələ onun haqqında yaxşı söz eşitməmişəm. Ona görə də dünən qızlarını görəndə maraq məni götürdü. Bu qız ailənin ögey uşağı deyil. Siz kimi soruşursunuz müəllim? Kimdən danışıram Şəmsi? Könüllü deyirəm də. Ha, yox müəllim, yox, öz doğma qızlarıdır. Amma deməzsən. Bilirsiniz, Laçınla Könül ümumiyyətlə başqa təbiətli insanlardır. Mən deyərdim ki, onlar daha çox əmilərinə oxşayırlar. Əgər Laçın bacısını götürüb sənin məclisinə gəlirsə, dağa daşa düşmə. Valideynlərini neyinirsən? Qızla danış, götür apar evinə. Bir də deyirəm, ha, əgər bayaqki söhbət olmasaydı, mən bu işə qarışmazdım. Nə bilim mənim. Görək də. Bir də deyirəm Şəmsi, Humay olmasaydı, mən bu söhbəti eləməzdim. Çox sağ olun. Nə vaxt nikah kağızını gətirib mənə göstərsən,
Vallahi üçün istirahət səfəriniz mənim boynuma. Çox təşəkkür edirəm müəllim. Var olun, təşəkkür edirəm, çox sağ olun. Ümumiyyətlə, mən burada işləməsəm də həmişə sizin əlinizi çiynimin üstündə hiss eləmişəm. Çox sağ olun. O ki, qaldı Natəvana, nə vaxt, nə lazım olsa de. Ehtiyac olsa səni tapşıraram da. İstəsən, atası ilə də tanış eləyərəm. Çox yaxşı kişidir. Yaxın dostumdur. Sən niyə mısmırını sallayıbsan? Laçın dinclik verir ki. İndi nə olub? Bax, Harda çəkib Eldar bunu? Laçının maşınında. Laçın çıxardı. Mən görəndə əlim ayağım əsdi. Mən dedim, sən dəli olacaqsan. Boynumu yerə soxum. Mən nə hayda, sən nə hayda. Həyəcandan ayaq üstə ölürəm. Sən Şəmsi davası çəkirsən. Niyə? Nə olub? Zəhrimar olub. Mən hara getmişdim? O boyda pulu götürüb hara getmişdim? Nə oldu? Alınmadı söhbətiniz? Az alındı ki, həyəcanlıyam da. Nə dedi? Nə danışdınız? Heç nə. Pulu götürüb apardı o adamlara verməyə. İndi də zəng gözləyirəm. Çağıran kimi gedəcəm, Sənangilin evinə tərəf. Gərək gedək, dayanaq gözləyək, güdək. Zeynəb çıxanda göstərim deyim, o adam budur. Allah kərimdir. İnanırsan, qayıdıb təzdən peşman olmağa başlayıram. Niyə? Qorxuram. Yolda gələndə gərginlikdən elə bil ayaqlarım tutuldu. Dayandım, bir xeyli gözlədim. Arada bir kürəyimdə bir göynəmə hiss eləyirəm. Elə bilirəm, ürəyim yatacaq. Allah eləməsin, ay kişi. Evdə ürək dərmanı var. Hə, var. Ged ondan bir 10-15 damcı at gətir bura. Yaxşı. Bütün bədənim titriyir. 20 damcı elə. Firuzə, 20 damcı. Bu nə qələt idi, mən elədim ha. Bu nə qələt idi. Geriyə də yolu yoxdur. Humay, salam, necəsən? Humay, axşam istəyəcəkdim səndən, yadımdan çıxdı.
Zəhmət olmasa Laçın nömrəsini mənə göndər. Emalatxanaya dəvət eləmək istəyirəm. Çekiler, karanlıklar çekiler. Gece olsa ay çıkar, ay çıkar. Karanlıklar çekiler, karanlıklar çekiler. Gün olar, gündüz olar, gündüz olar. Şefek yer düz dünya, bir dünyama kavuşar, dünyama kavuşar. Sevinç dolu yüz dünya, gün olar, gündüz olar, gündüz olar. Şefek yer düz dünya, bir dünyama kavuşar, dünyama kavuşar. Sevinç dolu yüz dünya. Umay xanım. Ne olub? Umay xanım. Bəli. Atanız nəsə deyib? Atam nə deməlidir ki? Bəs niyə ağlayırsınız? Nəsə olub? İndi göndərirəm Natı mən. İndi göndərirəm. Yaxşı, rahat olma Zeynep. Laçın, sənə mesaj gəldi. Kimləndi? Bilmirəm, nömrədir. Bax da, kod yoxdur. Kimləndi? Nəyə gülüşdün? Davam eləsin. Səncə oxşada bilir? Məncə biraz kök düşmüşəm. Ayıb deyə qaqaş. Birdən qızın da yanında elə söz deyərsən, xətrinə deyər. Götür zəng elə. Ən azından təşəkkür eləmək lazımdır. Mesaj yazırsan? Hə, Oxumaq olar? əlbəttə. O nə idi yazdın? Nə gördüm, o yazdım da. Ayıbdır axı, 6 kilo çox çəkimsən, nədir? Əvvəlində təşəkkür elədim də. Birdən inciyərik. Aha, cavab yazdı. Nə yazıb ki? Yazıb ki, gələndə özündən tərəzi gətirərsən. Hə, deməli dəvət eləyir. Nərə kül alım?
Rəssam baxı. Ondan ötürü rənglər əhəmiyyət kəsb edir. Məncə işini alma. Xoş əhvalla get, bəsdir. İndi nə yazdı? Məkan al. Onda sənə yaxşı yol. Alo, Hardasan? Qafiyedə mağazada. Laçın da ordadır. Yox, elə indi getdi. Nə yaxşı. Onda gəlirəm, sözüm var. Assalamu aleyküm. Ne oldu Vidadi? Ne oldu? Nasıl problem var? Gel otur. Siz nətər ailəsiniz Veydar? Sizin ailədən mən baş aça bilmirəm. Ne oldu ki? Bizim səninlə münasibətimiz necə oldu ki, belə istiləşdi? Axtardın, məni tapdın. Dedin, keçmiş kürəkəniniz ananı narahat edir. Evinizə söz-söhbət düşür, düzdür? Mən də bir elli kimi sənin xahişini yerinə yetirdim. Hələ pul da təklif elədim. Dedim, ayıbdır. Yalan danışmıram ki. Yox. Gedib Şəmsi ilə görüşmüşəm. Deyir, dünənə kimi siz kasıb yaşamısınız. İndi necə varlanmısınız, onu özünüz bilərsiniz. Deyim ki, dədən yolunu azıb. Sən də onun oğlusan da, hə? Ne oldu ki? Hadi bezdirmə də, nə olub ki, nə olub ki. İmkan ver deyim də. O nə cür ev almaqda, hə? Pulu qarnında gətirsən, gödəkçənin içinə soxursan. Pul oğurlamısan evdə, hə? Atanın, ananın xəbəri var. Sən bilirsən ki, atan mənlə görüşüb. Niye? Bilmirəm ki. Görüşüb ki seninle. Görüşməsə demərəm də, hə? Niye? Ona görə deyirəm də, sizin ailədən baş açmıram. Sən atan girdən xəlvət pul gətirirsən, atan səndən xəlvət mənlə görüşür. Siz nətər ailəsiniz? Atam seninle niye görüşüb ki? Mənə deyir ki, adam var, get onu öldür. Dedi, pulu nə qədər eləyir, verirəm. Gətirdi, verdi də. Ola bilməz. İnanmıram. İnanmırsan, heç inanma. Get özündən soruş, təsdiqləyəcək. Kim öldürtmək istiyor ki? Tanımıram. Qadın xeylağıdır, adı da Zeynəbdir. Deyir, kiminsə evində qulluqçu işləyir. Sənin adam nətər adamdır? Onun qulluqçu işləyən qadınla nə ədəbəti ola bilər? Siz nətər ailəsiniz? Bax, indi sənə başa salıram, diqqətlə qulaq as. Söhbət eləyəndə atana da beləcə deyərsən. Mən ailəli adamam, uşaqlarım da var. Özüm də ehtiyat içində yaşayıram. Atan da soruşmuşdu, ona da demişdim. Kirayədə qalıram. Tutalım, mən pula susadım, razılaşdım. Dədən məni hansı yola sürüklüyür? Nədir, kiməsə bir şillə vurmuşam? Öyle bir yuxu görürəm. Yuxu deyil, olanı danışıram. Get atana denən ki, onun verdiyi 50 min də öldü, sənin verdiyin 200 min də. Dədən atlanıb düşsə, o Zeynəb kimdirsə, axtarıb tapıb deyəcəm ona. Yəqin Şəmsidən, Laçından tanıyan olar onu. Dədənin səsini yazmışam, telefonda durur. Telefon demişkən. Nömrəniz adı da dəyişən deyiləm. Sözü varsa zəng eləsin. Sözün var? Tamam bildim. Bəs mənim günahım nədir? Mənim pulumu niyə? O sənin pulun deyil. Nə sənin pulundur, nə də atanın puludur. Nədirsə, o halallıqla qazanılmış pul deyil. Doğrudan doğruya halaldır. Ayrı sözün var.
Necəsin? Sağ ol Şəms. Firuzə xala necədir? Atan yenə yalan danışıb, hə? Restorana getdiyimizi bilirmiş. Ona görə elə deyil. Gəl də könül, gəl bura gəl. Oturaq. Neçə vaxtı fürsət tapıb səninlə söhbət eləyə bilmirəm. Əlimizə imkan düşüb. Deyirəm bunu yaxşı dəyərləndirək. Üstündən nə qədər vaxt keçib. Mən hələ də başa düşə bilmirəm ki, atanla anam niyə məndən narazıdır? Düzdür, indi fikirləşdilər ki, əlinizə 5-10 manat pul keçib, güya mən ona görə meyllənmişəm. Amma biz ikimiz bilirik ki, bu belə deyil. Bu addımı birinci sən atmısan. Düzdür? Düzdür. Ay, sağ ol. Ona görə də atam deyəndə ki, mən könlünü nişanlamışam, mən çaşbaş qaldım. Sən nişanlı ola mənə niyə mesaj yazmalısan ki? Yəni, əlaqəmiz belə-belə başladı. Düz deyirəm, qadası. Hə. İndi atan niyə yalan danışıb, nəyə görə belə eləyib, adəm kişidir də, sən atamdır. Yəni, bunu müzakirə eləmək istəmirəm. Amma sən yaxşı tanıyırsan, mən nə deyim ki? Məncə vaxtı çatıb. Könül, indi biz ikimiz qərar verməliyik. Yəni, sıçan pişik oynamağın nə mənası var ki? Mən nə eləməliyəm? Qərar verməlisən. Girək nigaha. Tutalım, girdik nigaha. Getdik bizə. Atan anan neyniyəcək ki? Bir ay, bir il axır razılaşmalılar da. Gedək nigaha, sən xoşbəxt ol. Atanla ananın gəlib məndən üzr istəməsinə ehtiyac yoxdur. Desələr ki, qızım, tək ki sən xoşbəxt ol, elə o üzr istəmək kimi bir şeydir. Ayrıldığımız ərəfədə sənin yaşın az olub, mənim təcrübəm olmuyor. Üstündən nə qədər vaxt keçib başımız daşdan daşa dəyir. İndi qismətimizi özümüzün yazan yaşıdır. Danışdıqlarımı yalvarmaq kimi qəbul eləməyə. Mən bilirəm ki, sən də meyillisən, qayıdıb ailə olmaq istəyirsən. Ona görə deyirəm. Yəni, daha doğrusu səni başa salmağa çalışıram. Bayaqdan elə mən danışıram, başını salmısan aşağı. Deyir, görüm, razısan, razı deyilsən. O qədər haqlısan ki, deməyə söz tapmıram. Mən nə deyim? Onda bir söz deyim, amma incimi. Ailənizdə ağlına etibar elədiyin tək insan Laçındır. İstəyirsən ondan məsləhətləş. Və salam. Amma bir şərtim var. Oğlumuz olsa, adını Adəm qoymayacağıq. Olar mən də bir şey xahiş edeyim. Buyur. Sən də saqqallı qırx. Evet.
Qardaş, salam aleyküm. Aleyküm salam. Burada bir xanım var, emalatxanası olmalıdır. Bəli, ikinci mərtəbədədir. Buradan gedirəm. Hə, plekanın qapını görəcəksiniz. Sağ ol. Sağ olun. Sabahın xeyir. Çoxdan gəlmisən? Yox, indi canım. Bu nə vaxtın yatmağıdır? Necə bəlkə yuxuya getmişəm. Gözlə bir dəqiqə. Bir dəqiqə yuxum dağılsın. Xətrinə dəymədi. Ərklədiyim üçün elədim. Üzünə su içiləmək deyirəm. Narahat olma. Qonaq çağırıb yatan adamı elə belə oyadarlar. Sən keç, mən indi gəlirəm. Hara gedirsən? Gedim çay qızdırım içək, hə? Yox, əziyyət çəkmək istəmir. Ürəyim istəmir. Doğrudan buna vaxtın yatmaqdır. Axşam sənə müəllimə dedim, göyə şəkli başlamışam, yağlı boya ilə. Aha. Yalan demişdim. Söz altda qalmamaq üçün. Sən də dedin ki, növbəti dəvəti emalatxanaya gözləyirəm. Amma mən yox, Humay dedim. Doğrudan? Bəli. Hə. Və? Bəsi odur ki, dilimin bəlasına düşdüm. Gecə səhərə qədər işləmişəm yalancı çıxmamaq üçün. Sən əməlli cəşə salmışam ki. Dəvət edirəm. Gedək, gec də olsa yemək ye. Mən sən fikirləşdiyin qədər də tənbəl adam deyilmi? Səhər gedib restoranda yemək yiyib gəlmişim. Geç. Şəkli necə bəyəndin? Nəyəsə oxşuyur? Telefonda bir söz demək olmur. Gəlmişəm orijinalına baxmağa. Güzgü çantamdadır. İndi gəlib verərəm. Oxşada bilmişəm. Gözlərimin ifadəsi xoşuma gəldi. Kədərli baxışlar. Gözlərim yol çəkir. Qəribədir. 2 il bundan əvvəlki halımı çəkmisən.
Məni tanımaya. İki il bundan əvvəl gözlərin kimin üçün yol çəkirdik? Həbsdən çıxmaq üçün. Hə, rəssam xanım. Ömrümün bir hissəsini həbsə keçirmişəm. Bir hissəsini həbsə keçirmişəm. Gözləmirdin, hə? Açığı yox. Her şeyden biraz danış. Danışmalı bir şey yoxdur. Mən orada da elə adamlar gördüm ki, həbsə düşməklərindən fəxr edirlər, qürrələnirlər. Məncə orada fəxr olması bir şey yoxdur. Düzdür, ayıb da deyil. Məsələn, mən bir də ora qayıtmaq istəmirəm. Hə, bir də onu deyim. Ən vacib məqam. Bilmirəm, cinayət törədib ora düşən adamlar nə fikirləşirlər. Amma mən orada keçirdiyim aylara, illərə təəssüflənmirəm. Çünki o addımın adı fədakarlıq idi. Fədakarlıq? Kimin için? Orasını deməyim. Desəm qürrələnməyin başqa forması olar. Məsələyə Geçmişindən utanmayan adamlara hürmət edirəm. Ama sen her dəfə görəndə təəccüblənirəm. Doğrudan. Hı? Hı. Maraqlıdır. Dünən də ilə təəccübləndirmişdim səni. Dünən? Rəssam olduğumu biləndə hamı çaşıb qaldı. Bircə sən elə davrandın ki, elə bilirsən. Elə bil niyə? Bilirdim də. Oradan. Dünən restoranda saat şəkli çəkirdim. Qəribə bir saat idi. Gəlmişdim. Gördüm səni. Hətta yaxınlaşdım da. Diqqətin şəkildə olduğu üçün məni görmədin, hiss eləmədin. Sen ne maraqlı adamsın. Gəl gedək ver onu polisə. Özüm ölüm, qoy ağlı başına gəlsin. Mən sizə bir söz deyim. Laçınla könül o ailənin evladı deyil. Hər zirzi bilişi mənim əlimlə görürsün. Küçük. Əlini çək. Deyəcəm əminin pulunu da biz oğurlamışıq. Tapancanı da mən qoymuşam əmimkinə. Deyəcəm atamın tapşırığı ilə anam məsləhət görür. Bu küçük bize şer atıyor.
Saliton mağazalar şəbəkəsinin baş sponsorluğu ilə İmtina serialının 22. bölümü bitti.